Ateistlərin tənqid elədiyi din var, onu mən də tənqid edirəm. Bax, sənə kim dedi ki, din budur ki, sonra sən onu tənqid edirsən? Sənin din budur ki, deyirsənə, sonra onu tənqid edirsən. Orada saxla, din bu deyil, sənin tənqid elədiyindir. Bəzilərinin marağında din elə olsun ki, tənqid edilir, çörəyi ondan çıxır. Hoşuna gəlir ki, din bu olsun. Və görəndə ki, kimsə o stereotipi dağıdır, ondan düşmən olur. Ondan düşmən olur. Çünki xoşlayır ki, o xurafatçılıq olsun, din bu şəkildə görünsün. Məsələn, 5-10 dənə kadr qoyub başını yarıblar. Məqsədli şəkildə də biz bir vaxt baxırdıq, əzadarlıq İmam Hüseyin verəndə bu şəkillər çıxır, qan içində olan adamlar. Mən bunu məqsədli kim eləyir, necə eləyir ki onu? Bunu da eləyənlər də var da təəssüf ki, bizim içimizdən. Eləyənlər var, onlar da orada yerləşdirilir. Sonra başlayır ki, mənim cəmaat kosmosa gedir filan, biz ağlaşırıq. Başa düşmür ki, bunun arxasında dərin fəlsəfə yatır. Bu 5 nəfər adamın oturub orada zarımağı deyil. Oturaq elmi mübahisə eləyək, bəhs eləyək, danışaq, mən sübut eləyim ki, ən mütərəqqi dəyərlərdən biri İmam Hüseyin əzadarlığıdır. Əzadarlıq düz edilərsə, inkişafa nəinki mane olmaz, inkişafa təkan verər. Bunu mən əsaslandırmağa istənilən səviyyədə hazıram. Bu əzadarlığın o qədər müsbət təsiri var. Bir xalqın inkişafına, bir xalqın birbaşa səni maraqlandıran o məsələlər var ki, biz oturub zarıyırıq, ağlaşırlar, başqa təhqiramiz sözlər. Bu zehniyyətin nəticəsidir. Xurafat din kimi qəbul edilməsi, bəzən o məlumatların pərakəndə təqdim olunması və manipulyasiya edilməsinin nəticəsi olur. Bu, onun acı nəticələri olur.